İlk növbədə dəvətimizi qəbul edib, tədbirdə iştirak etdiyiniz üçün şəhid ailəsinə dərin minnətdarlığımızı bildiririk. İcazənizlə bugünkü tədbiri açıq elan edirik.
şəhid olmuş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Kənan Hacıyevin həyat və döyüş yolu haqqında sözü müəllim müəllimə vermək istəyirəm. Buyurun müəllim. Şəhid Hacıyev Kənan İmranoğlu 17 noyabr 2011-ci ildə Astara rayonun Mortlatə kənd ərazi dairəsinin Anbaba kəndində anadan olub. İbtidai təhsilini Anbaba kənd məktəbində alıb. 1-ci Qarabağ müharibəsinin şəhidi Sarvan Qurbanov adına Mortlatə kənd tam orta məktəbinin 9-cu sinifini bitirdikdən sonra Lənkərandakı 4 saylı humanitar təmayüllü liseye imtahan verib. 11 illik təhsilini 2019-cu ildə həmin liseydə başa vurub. Liseyi əla qiymətlərlə bitirən Kənan Bakı Biznes və Kooperasiya Kollecinə daxil olur. 1-ci semestri də uğurla başa vurur. Sonra həqiqi hərbi xidmətə çağrılır. Vətənə borcum var deyib 2020-ci ilin yanvarında artıq əskər Kənan deyirdilər ona. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan vətən müharibəsi zamanı gedən döyüşlərdə 5 oktyabrın səhərində sonuncu dəfə ailəsi ilə danışıb. Tabur komandiri Cuvarov Elçinin dediklərindən Füzulinin kəndlərini azad edirdik. Hücum edən tərəf adətən çox itki verir. Çalışırdıq az itki verək. Çox gənc olduğundan çox da önə buraxmaq istəmirdik. Amma həmişə birinci olurdu. Polemiyotçu idi. Sərraç satıcıydı. Çox qucaq, mərd idi. 8 ayın əskəri olmasına baxmayaraq puxtələşmiş hərbiçi idi. Qızğın döyüşlərdə Kənan cəsurluq göstərdiyinə görə manqa rəhbərindən, döyüş yoldaşlarından fərqlənir, alqışlar eşidir. Kənan döyüş zamanı onlarla düşməni məhv edir. Ermənilərə tərəf qışqıraraq sizə çox divan tutacağım demiş olsa da o Füzuli istiqamətində gedən döyüşlərdə oktyabrın 5-də düşmən snayperindən açılan güllədən başından yaralanır və müqəddəs vətən torpağını qocaqlayaraq əbədiyyətə qovuşur. Vətən aşiqindən əzizləri uzun müddət xəbər tuta bilmədikləri üçün intizarla döyüş yolunu gözləyirlər. Sanki vətən torpağı da onun uğrunda şəhid olmuş igiddən ayrılmaq istəmirdi. Nəhayət, uzun həsrətdən sonra 19 yaşlı Kənanın müqəddəs nəşi doğulduğu ocağa qayıdır. Qələbə müjdəsini eşitmək arzusu ilə yaşamış Kənan düşmənin tamamilə diz çöküb məğlub olduğu gündə Anbaba kənd qəbristanlığında torpağa tapşırılır. Taleyini yazan Allah seçilmiş qulunu ağuşuna arzusunu çin edir. Onu qələbə müjdəçisi kimi ağuşuna alır. Bəli, şəhidlər ölməz, vətən bölünməz deyilir. Həyatdan nakam getmiş Kənan kimi yüzlərlə qəhrəmanlarımız vətənin bölünməzliyi uğrunda ölümsüzlüyə qovuşdular. Bəli, nişan mərasimini, toy çadırını görməyən Kənana şərəfli ad, şəhidlik nəsib olmaqla arzusu həyata keçir. Ölümündən sonra Kənan İmranoğlu Hacıyev Prezident İlham Əliyevin sərəncamına əsasən vətən uğrunda Füzulinin azad olunmasına görə, Xocabəndin azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilib. Doğulub, boya başı çatdığı Mortlatə kəndində
Şəhidlər bulağı xatirə kompleksi yaradılıb. Rahat uyu şəhidim. Azərbaycanın torpaq bütövlüyü bərpa edildi. Düşmən məhv edildi. Şəhidimiz Kenan cismən aramızda getsə də, onun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Şəhidlər ölməz, vətən bölünməz. Şəhidimiz Kenan'ın simasında bütün şəhidlərimizə Allah'tan rəhmət diləyirik. Qəbirləri nurla dolsun. Yerləri zaten behiştliktir. Ulu Tanrı en sevimli bəndəsini yanına aparır. Onlara şəhid olmaq kimi en yüksek zirvəni bəxş edir. Şəhid Kenan da bu zirvədə yer almış müqəddəslərdəndir. Başın sağ olsun şəhid anası. Başın sağ olsun şəhid atası. Başın sağ olsun Azərbaycan. Bir Payızı almanakı da seslendirmek isterdim. Kenan bala, mübarektir yerin yurdun. Sen özüne cennetinde hayat kurdun. Bir zamanlar körpeydin, imekledin, dizin dizin yeridin. Sonra kalktın, adım attın, gah yıkıldın, gah yürüdün. Büyüdükçe arzun, ümidin. Atın sana ürəyində, anan isti qucağında yer vermişti Kenan bala, baba sana ocağında. O ürəyin sözü idin, o qucağın gözü idin, o ucağın közü idin. Ne tez kösüb olub getdin. Dağ boyda bir qəlb əritdin. Ucaqda uşaqlığın keçiribsən, çağlar bulaq sularından içibsən. Hayat gülüb xoş üzünə, nur ələnib könülləri yollar tapan gözünə. Onu Tanrı bəxşiş verib ömrünə, şəhadətlə yüksəlmisən cananım. Ey düşmənə qan udduran aslanım, nə tez gedib tarixlərə qovuşdan. Sən günəşdən ucasan, səmalara, ulduzlara qovuşdun. Orada bulut pervaz eder. Göz yaşın lisan edip yere döker. Torpak akar, dünya çöker. Senin için o yağışlar orada asla yağmayacak. Bu dünyaya şəfək saçan güneş kimi doğmayacak. Cennetinden nur güneşi gece gündüz seni uçar. Dərd qəm səndən uzaq qaçar. Xoşbaxt ömür orada sənə qocaq açar. Əbədiyyən yaşayarsan, qocalmazsan. Cavanlığın tərk eləməz səni əsla. Kimsələrə nəsə verib, kimsələrdən borc almazsan. Sonsuz sayda yaşayarsan, canla, başla. Mübarəkdir şəhadətin cavan oğul. Bu dünyaya bir də qayıt, bir də doğul. İmran atan gözlerinde yaşı bulur, başı diktir, gururludur, eğilmezdir, sana bakır. Saçlarına asta asta, qüssə keder dəndən yağır. Sanki uca savalanın zirvəsində qar ağarır. Ana durup fağır fağır, o zirvədə uyuduğun məzarına. Başdaşına həsrət ilə necə baxır. Gecə gündüz ürəyini qırır, yaxır. O gülümsər şəklinə sığal çəkib, dağ çəkilmiş dağ köksünə bərk bir sıxır. Yox, yox ağlamır. Göz yaşları incə incə yuvarlanır. Anan səndə fəxr edir, qürurlanır. Sən qələbə müjdəsisən, əbədiyyən səcdəlisən, sən qalibsən. Kim deyir ki sən ölürsən? Ölməmisən. Kenan bala, yaşırsan bəşər boğub qala qala. Unutmarıq şəhid olan hər bir oğul vətəninə sipər qala. Ölməz ölürün şaddır, rahat uyu. Ürəklərdə uyuyursan. Yerin yurdun değil soyuq.
rahat seyret galip vətən torpağını. Zəfərinin sevinciyle dalgalanan o üç renkli şanlı əziz bayrağını bugün sabah zaman zaman ömür boyu ebediyen sen kalplerde bir amalla yaşıyorsan. Şehit oğul, tarih yağına yazan şehit balam olsun bize bir hediye. Allah rahmet eylesin. 10. sınıf şagirdi Emilia Kenan Hacıyevə həsr olmuş şeir. Ana torpaq qan istədi, can səslədi. Ürəklərə cığır açdın, yollar çəkdin. O mübarək şəhid canın torpaqlara cavan əkdin. Canay bala deyən anan Qarabağlar nala çəkər. Göz yaşını buludlarla quşa tökər. Səndə dünya ona yaman dar olacaq. Min təsəlli olsa belə sənin üçün darıxacaq, o sulacaq. Bacıların qara geyib için gecə gündüz darıxacaq, ağlayarlar. Tək qardaşın dost aşinan gülüşlərin qəmlə quşa bağlayarlar. Yoxluğundan ömür boyu bir niskilli qaysaqlayıb saxlayarlar. Allah rəhmət eləsin. İndi də sözü icra nümayəndəlimizin ağsaqqalı Ramiz müəllimə vermək istəyirik. Mən də hamınızı salamlayıram və onu demək istəyirəm ki, torpaq su ilə qarışanda palçıq olur, torpaq qan ilə qarışanda vətən olur. Torpaq uğrunda ölən varsa vətəndir. Bu müqəddəs kəlamın, bu müqəddəs vətənimizin keşiyində dayanan, vaxtı ilə onu yağı düşmənlərdən azad eləyən, bugün bu ərəfələrdə Zəfər bayramı sevincinə qoşulmağımız məhz öz şərəfli ölümləri ilə şəhidlik zirbəsinə qalxan, yüksələn müqəddəs şəhidlərimizin sayəsində buna nail olduq. Allah Teala bütün şəhidlərimizi rəhmət eləsin və qazilərimizə can sağlığı arzulayaq, şəfa diləyək və şəhid ailələrinə, müqəddəs şəhid ailələrinə başınız sağ olsun deyək. Allah onlara səbir versin. Bugün Kənan balamızın anım günüdür. Mən də Kənana vaxtilə dərs demişdim. Həqiqətən Kənanda özünə məxsus qəribə xüsusiyyətləri var idi. Kənan hamı ilə mehriban, ünsiyyət saxlamağı bacaran, Kənanın cəldliyi, qoçarlığı elə oxuduğu məktəb illərində bəlli idi. Və əskərlik xidmətində də Kənanın bu şücaəti, bu fərdi xüsusiyyəti həmişə onun komandirləri tərəfindən deyilmişdi. Və müharibə ərəfəsində Kənan bayaq həqiqətən kövrəlmədən danışmaq olmur. 19 yaşına hala çatmamış balamız hücuma girmişdi və özdə ağır silahla. Mən eşitdiyimə görə ona deyiblər ki, sən hələ növbən deyil, sən gözlə, sonra gedəcəksən sonraki etapla. Lakin Kənan ona əhmiyyət verməyib, qabağa atılıb və qəhrəmancasına şəhid oldu. Allah bütün şəhidlərimizi, o cümlədən Kənan balamızı rəhmət eləsin. Mən onu demək istəyirdim ki, bugün Fərqana bacım, İmran qardaşım yanımda oturublar. Mən onlara deyirəm ki, bayağı qeyd elədim, başınız sağ olsun. Siz bir bala itirməklə yüzlərlə, minlərlə balaların rəğbətini qazandınız. Onların hörmət və etiramını qazandınız. Və şəhid Kənanın bir atası, bir anası yox, yüzlərcə, minlərcə anaları bugün ürəkləri döyünür. Ataların ürəkləri döyünür. O sentyabr günləri, bu noyabr günlərini biz xatırlayanda, doğrudan da o ağrılı, acılı günləri hər birimiz yada salanda və çox kövrəlirik.
və o vaxtı doğrudan da mən bir şey xatırımdadır ki, 27-sində müharibə başlayanda bir ata ürəyi kimi, mən bir ana ürəyi kimi bunların yanında olduq və bu ürəklərin necə böyük cəfa çəkdiyini gördük. Bala itirmək çətin işdir, doğrudan da övlad itirmək çətindir. Xoşbaxt deyil o atadır ki, belə o övladdır ki, balasını çiyinləri üstündə aparır, tapşırır o dünyaya. Lakin balanı çiyinlərinə almaq, onu o dünyaya daşımaq, bu çox çətin işdir. Bir daha Emrah sizə səbir diləyirəm. Fərqana səbirli olun. Allah şəhidimizi rəhmət eləsin. Və onlar onsuz da biz həmişə ömrümüz boyu onlara minnətdarıq. Bəzən deyiləndə ki, sən kimə borclusan? Belə sual veriləndə hər hansı insan deyir, atama, anama. Bugün bir müqəddəs borc da əlavə olundu borclarımızın siyasına. Biz birinci növbədə şəhidlərimizə borclu, ondan sonra bizi dünyaya gətirənlərə. Artıq 3 borcumuz oldu. Və bugün o şəhidlərin hesabına biz artıq qələbə çalmışıq. Bugünlərdə Zəfər bayramını qeyd eləyəcəyik. Məhz həmin şəhidlərimizin sayəsində biz bugünə çatdıq. Mənim bir təklifim, bir arzum, yəni təklifim var. Bayaq da orada qeyd elədim. Şəhidləri yad etmək, bu ənənəvi hal alıb inşallah. Birinci növbədə məktəbdə, onların oxuduqları məktəblərdə bu qeyd olunur, bu çox yaxşı haldır. İkinci, onların anım günündə şəhidlərin qəbrini ziyarət etmək. Mən təklif eləyirəm ki, fiziki cəhətdən kimin imkanı var, o daha izdihamlı olsun, kütləvi hal alsın, şəhidimizin qəbrini həmin günü ziyarət edib, sonra hərə öz evinə yollansın. Bu, ildə bir dəfə olan müqəddəs borcumuzdur. Biz gəlin, bu borcu həmişə ənənəvi şəklinə salaq və bunu yerinə yetirək. Çünki biz mənəm buna borcluyuz, mənəm bunu eləməyə borcluyuz. Və izdihamlı necə biz şəhidimizi qəbul eləmədik, yəni qarşıladıq şəhidimizi, onun anım günlərində də o izdiham olsun, o kütləvilik olsun. Qoy bizim bu balaca balalarımızın yaddaşında qalsın ki, vətən uğrunda şəhid olanlarımızın xatirəsi necə yad edilir kəndimiz tərəfindən, rayonumuz tərəfindən. Ondan sonra şəhid ailələrinə qayğı və diqqət həmişə ön planda olmalıdır və biz ictimaiyyət olaraq bunu həmişə diqqət mərkəzimizdə saxlamalıyıq. Biz vaxtaşırı onları ziyarət eləməliyik. Şəhid ailələri doğrudan da müqəddəs ailədir. Biz onlara səcdə eləməliyik, biz onları həmişə vaxtaşırı ziyarət eləməliyik. Bu bizim mənəvi borcumuzdur, vətəndaşlıq borcumuzdur. Və mən bir şeydə qeyd edirəm, bayaq çoxları indi sinələrində Xarı Bülbül nişanını gəzdirir. Xarı Bülbül niyə Qarabağ, 2-ci Qarabağ müharibəsindən sonra daha müqəddəs oldu? O sanki dövlət simvoluna, zəfər simvoluna çevrildi. Ona görə ki, Xarı Bülbül şəhidlərimizin son nəfəsinin ətri ilə ətirlənib. Ona görə o müqəddəsləşib. Və müharibənin, qələbənin simvolları, mən onu da deyim ki, ən böyük onu qeyd eləməsək günah olar. Bizim müzəffər ordumuz, Ali Başkomandanımız başda olmaqla həqiqətən böyük xariqələr göstərdilər müzəffər ordumuz. Bugün dünya miqyasında Qarabağ, 2-ci Qarabağ müharibəsində aparılmış müharibə taktikası, hücum taktikaları indi də təhlil olunur. Artıq Azərbaycanımızın ordusu NATO standartlarına uyğun formalaşmaq üzrədir. Və Azərbaycanımızı bugün həqiqətən vətənimizin səmanalanda hələ də qara buludlar hərəkət etməkdədir. Arzu eləyək ki, o qara buludlar Azərbaycanın əleyhinə olan dövlətlərin, o qüvvələrin başı üstündə dağılsın və leysan kimi onları süpürüb atsın. Var olsun Azərbaycanımız, eşq olsun bizim müqəddəs amalımız olan bu şəhidlərin ruhuna. Onların ruhları şartdır bugün, çünki Azərbaycan qələbə çaldı.
və biz onların ruhları qarşısında həmişə baş əyirik və bundan sonra da baş əyəcək. Bizim gələcək nəsillər, bizi seyr eləyən balaca uşaqlar xatirəsində bu əbədi yaşamalıdır. Allah bütün şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı, şəfa diləyək və şəhid ailələrinə bir daha səbir əta diləyək. Bu bizim bütün çıxışlarımızda, məclislərimizdə birinci cümlə olaraq olmalıdır. Ondan sonra Azərbaycan bir dövlət olaraq nə qədər yaşasa, onun cəmiyyətinin hər yerdə birinci sözü və bu dediyim axırıncı kəlmə olmalıdır. Sağ olun. Səkinsin şagirdi Fidan, şəhidlər şeiri. Qəhrəman igidlər silahını aldı, nərəsi düşmənin bağrını yardı. 44 gün sürdü, tarixi yazdı. Tarixi yazanlar oldular şəhid. Gör necə analar hər gün ağladı, başına qapqara örpək bağladı. O şəhid oğluna yasda saxladı. Heç sizi unudarmı analar şəhid? Haqq hesab günüdür, dedi igidlər. Cənnət Qarabağda bizim şəhidlər silaha sarılıb vətən dedilər. Vətəni uğrunda oldular şəhid. Qələbə gününü daddıran bizə, borcludur bu millət bir ömür sizə. Müjdə ver polada həm mübarizə, şəhidlər torpağı aldılar igid. Bu əziz eyni zamanda müqəddəs gündə sizin hamınızı salamlayıram. Hoş gəlmişsiniz. İnşallah şad günlərdə görüşəcək. 44 günlük vətən müharibəsi. Bu müharibə ümumiyyətlə dünya tarixində ən qısa müddətli müharibə, eyni zamanda haqq ədalət müharibəsi kimi yadda qaldı. Biz bu müharibəni Ali Baş Komandanın qətiyyəti, Azərbaycan xalqının mətanəti, dəyanəti, müzəffər ordumuzun rəşadəti hesabına qazandı. Bu müharibə ağrıdır, itkidir, göz yaşıdır, ayrılıqdır, dağıntıdır və s. və ilaxır. Sözsüz ki, müharibədə itkilər də olur. Bizim də bu müharibədə itkilərimiz oldu. Düzdür, bu illərimiz vətəni qurmağa, vətənin müdafiəsinə qalxmışdılar. Amma ölməyə getməmişlər, öldürməyə getmişlər. Amma vətən yolunda canlarını fəda etməkdən də çəkinmədilər, tərəddüd etmədilər. Ölümün gözünə dik baxdılar, mərdana düşmən üzərinə yeridilər. Bu müharibədə bizim kəndimiz də itkisiz ötmədi. Düzdür, 3000 itki az itki deyildi, amma bizim kəndimiz də bu müharibədə fəal işlə elədi. Bizim onlarla igid oğullarımız, vətənpərvər oğullarımız bu uca dağlardan qartal kimi şığıyaraq düşmənin sinəsinə çöktülər. Amma çox təəssüflər olsun ki, eyni zamanda fəxarət hissində də deyirəm, bizim də etkimiz oldu. 2 gül balamız, 2 qəhrəmanımız aramızdan getdi. Kənan, Ramiz mənim qeyd elədi, Allah rəhmət eləsin. Kənan Hacıyev, bəli, gözümüzün qabağında böyümüşdü. Onun xarakterini Ramiz mənim çox gözəl şərh etdi, bir də oraya toxunmaq istəmirəm. Onda, bəli, yoldaşlarında fərqli olaraq qeyri-adiliklər çox idi. Məsələn, elə hal olurdu ki, yəni bir ədəbiyyat müəllimi kimi onlara inşazat verəndə, vətənpərvərlik mövzusunda, vətən mövzusunda inşa verəndə, elə hal olurdu, məsələn, Kənan əvvəlki dərsdə işləy etməyib, indi inşanı yoxlayanda, yaxud uşaqlar oxuyanda, inanın, tam səmimiyyətlə deyirəm, 10 dəqiqənin içində inşanı orada yazırdı, özdə Ramazan yadınızdadır, axırıncı parçada otururdu. 10 dəqiqənin içində inşanı yazırdı, özdə hamısından fərqli yazırdı. Yəni, düzdür, belə şeyləri adam əvvəlcədən hissələmir, sonra nəsə olandan sonra bunları bir analiz edir, görür ki, o keyfiyyətlər elə bir onda üzə çıxır. Bəli, Kənan hər cəhətdən yoldaşlarından fərqli idi, Allah ona rəhmət eləsin, onun igidlik, quşaqlığı haqqında da yoldaşlar danışdı. Deyərdim ki, Kənan əgər müharibə kimi İmran atanın gözəl, üzün oradan yorulmuş anamızın övladı idisə,
indi bütün elin, bütün Azərbaycanın övladıdır. Biz hiçbir zaman, hiçbir halda bu şəhidlərimizin haqqını unutmamalıyıq. Onlar əziz canlarından, doğmalarını, əziz canlarını, ailələrini göz önüne alıp ancaq vətən dedilər, öncə vətən dedilər və vətən yolunda da bunlar şəhid oldular. Allah onlara rəhmət eləsin. Və eyni zamanda onların uyuduğu torpaq ki var, yattıqları torpaq ki var, o torpaq biraz da bizim için müqəddəsləşdi. Bizim ant yerimizə çevrildi, bizim sərzəgahımıza çevrildi onların uyuduqları torpaq, onların məzarları. Deyir, adam var evden gelir ama adam da var elden gelir. Bizim bu şehirlerimiz elden gittiler. Ve hemşe de bizim kalbimizde yaşayacaklar. Ve bir müəllim kimi demək olar ki, her gün ben bu Qarabağ döyüşlərində, Vətən müharibəsi döyüşlərində, Azərbaycanın azadlığı müstəqilliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş bütün şəhidlərimizi anırıq, hatırlayırıq. Onlar bizə nümunədir, bir nümunə məktəbidir, bir həyat məktəbidir onlar. Bir daha Kənan Hacıevin timsalında mən bütün şəhidlərə Allah'tan rəhmət diləyirəm. Valideynlərə mən ancaq səbir diləyirəm. Başınızı uca tutun. Çünkü Kənan eğer bayağı qeyd etdiyim kimi sizin övladınız idisə indi bizim hamımızın övladıdır. Və biz belə qəhrəmanlarla həmişə fəxr etmişik, fəxr edəcəyik və mən bir dilədə ötmənimi kimi də deyirəm ki, bundan sonra yetişən gənclərimiz, uşaqlarımız da məhz Kənan ruhlu uşaqlar olacaq, Əhəd ruhlu uşaqlar olacaq. Allah onlara qani-qani rəhmət eləsin. Allah sizə də səbir versin. Sağ olun. 8-ci sinif şagirdi Nuray, şəhid anası şeiri. Əllərinlə alıb şəklini, ah çəkib ağlama şəhid anası, dizlərin üstünə əyib belini, sellər tək çağlama şəhid anası, baxırsan gəldiyi cığıra izə, quzu utardığı çəmənə düzə, yaralı könlümü hey üzə-üzə, dünyanı dağlama şəhid anası, ruhu ildırımdadır, şimşəklərdədir, Qarabağda əsən küləklərdədir, həsrətli ümidli ürəklərdədir, çox matəm saxlama şəhid anası, nə yazım, nə deyim, qələmim donur, İlhamın dünyası odlanır, yanır, sənin gözümündən yağlar sınır, qara şal bağlama şəhid anası. İndi sözü ərazi üzrə icra nümayəndəsi Saladı müəllimə vermək istəyirəm. Buyurun. Əziz şəhid ailələri, əziz müəllimlər və şagirdlər, biz bugün şəhid Kənan Hacıyevin anımını keçirdirik. Bunlar bizim bir tariximizdir. Ben bir ancaq Azərbaycan tarixinə bir balaca xatırlayıram sizə. Bizim millətimiz çox humanist, çox qonaqpərvər, çox insanpərvərdir. Və gələn qonaqlara həmişə öz insanpərvərliyini, humanistliğini göstərib. Və bu humanistliğimizdə, qonaqpərvərliyimizdə bizim qonşularımız həmişə bizə əks istiqamətdə bundan faydalanırlar. Əgər Azərbaycan tarixinə nəzər salsanız, 1828-ci ildə bu qonşularımız Azərbaycanı ikiyə böldülər. Bu qonşularımız dünyanın əksər ölkələrində, İranda, Yəməndə, Suriyada yaşayan erməniləri zaman zaman gətirib bizim torpaqlarımıza məskunlaşdırırlar. Onları bizim canımızda bir dava kimi sıradılar bizə. Və bizim xalqımız yenə öz humanizmini, qonaqpərvərliyini qəbul edərək ermənilər də elə necə öz milləti kimi xoş davrandılar, Ruslarla da xoş davrandılar, qeyriləri də. Və bu zaman bunlar bizim bu yumuşaqlığımızdan ürəyi genişliğindən istifadə edərək bizim torpaqlarımı hissə son 200 ildə düşmənə bəxşiş elədilər, pay verdilər. Min bir bəhanə ilə yarısı yaylayla, yarısı qonşu erməniləri ərazisi az olmaqla onlar üçün şərait yaradıb, onları yaşayışını yaxşılaşdırma naminə ta bu 90-cı illə kimi gəlib çıxdı. Və onların gözü yenə duymayaraq 90-cı ildə isə təzədən Dağlı Qarabağ Muxtar Vilayətinin Azərbaycan ərazisindən ayrılıb
Ermənistana birləşdirilmə suyası ilə özünün yuxarı havadarlarından rəy alaraq buna da nail olmaq istədilər. Lakin artıq Azərbaycan xalqı səbir kassası dolmuşdu. O əvvəlki kimi öz mübarizəsinə gördü ki, onun əksinə istifadə olunur. 90-cı illərdə Azərbaycan xalqı Vahid Yumruq kimi birləşərək buna etiraz elədi. Və yenə 70 il bir yerdə yaşadığımız Sovet dövləti üstümüzə o vaxt tank eritdi. Minlərlə, yüzlərlə həmvətənlərimizin qanunu qəltan elədi. Ondan sonra 1-ci Qarabağ müharibəsi gəldi. Təzədən bizim torpaqlarımızı Rus havadarları vasitəsilə ermənilər 20% işğal etdilər. Baxın şəhidlərimizin doğum təvəllüdlərinə. Bugün anımı keçirdiyimiz şəhid 2001-ci ildə dünyaya gəlib. Ancaq torpaqlarımızın axırıncı hissəsi 93-94-cü ildə işğal olmuşdur. Məhz bizim xalqımızın vətənpərvərliyi naminə hər bir ailədə öz uşaqlarına göstərilir ki, bala, bizim torpağımız işğal olunub ermənilərdən. Biz heç kimin üzünə baxa bilmirik. Bizim sanki alnımıza bir ləkə qalmışdı ki, bizim xalqımız döyüşən deyil, biz ermənilərlə bacaran deyilik. Onların arxasında böyük Rus şovinizmi var, böyük Rus ordusu var. Onlar bizi dağıdacaq. Lakin bizim gəzlərimiz gülə-gülə bunları dinləyir və son qərarını Ali Başkomandandan gözlədilər ki, Cənab Prezident, əmr ver bizə sülhüm əməliyyatına hazırıq. Qanımız bahasına belə vətən torpağımızı işğalda qoymayacaq. Biz qoymarıq ki, bizim analarımız, bacılarımızın qisası qiyamətə qalsın. Və Əhəd kimi, Kənan kimi, Pəncəli kimi, Sarvan kimi, Bəxtiyar kimi gənclərimiz nümayəndəliyindən öz canlarını bu yoluna vermişlər ki, təki vətənin torpağını işğaldan azad etsinlər, qanun qəltan edilmiş şəhidlərimizin qisasını alsınlar. Və bugün çox sevinirik ki, bu zəfər payında bizim nümayəndəliyində payı vardır, bizim nümayəndəliyində haqqı vardır, bizim də haqqımız vardır ki, vətənin gözündə bütün instansiyalara dik baxaq ki, bəli, bu vətən uğrunda biz də şəhid vermişdir, bizim də şəhidimiz var, bizim də erlərimiz qəhrəmandır, bizim də erlərimiz hər zaman canını, qanını belə vətən yolunda verməyə hazırdırlar. Bu qüruru bizə yaşadan əlbəttə bizim şəhid valideynlərimizdir. Əziz ana, Fərqana bacım, sən ən gənc şəhid anasısan. Aziz qardaşım, İmran, sən həqiqətən ürəyi geniş insansan. Mən bir şey deyirəm, bu 35 gündə mən bildim, bir də Allah bildi, bizim təhsillərimizi səndən çəkdin. Hər gedib qaydanda yoldaşlarını gizlədirdi ki, başqa yerə aparırlar, təzə mövqedədir, zat. Ancaq bizim bu qəhrəman şəhidimiz gedəndə anasına hər şey demişdi. O demişdi, anam, vətən torpağını işğaldan azad etməyincə mən geri qayıtmaram. Bu da ta ki Allah Teala onun dilinə getirmişti bu sözü. Gitti, şəhid oldu. Ancaq anasına verdiği vaadi şəhidlikdən sonra da əməl elədi. Vətən torpağı işğaldan azad olunan günü və qələbə müjdə edilmiş şəhidlə kimi kəndimizə qayıtdı. Həmin gün biz hamı ağlayırdık. Bir günü görəndə təbrik edirdik ki, bugün qələbə günüdür. Bax, şəhidimiz həmin günü bunu bizə yaşatdı. Əziz bacım, başını dik saxla. O şəhid olsa da minlərlə belə fidan bağlarımız hamısı sizin oğlunuzdur. İnşallah bundan sonra mən arzu edirəm ki, sizin evinizə, sizin həyətinizə biz həmişə xoş günlərə, toya gələk, övladlarınızın toyuna, nəvələrinizin toyuna və həmişə sizi başınızı dik görək. Sizin başınızı dik tutmaya hakkınız var. Çünkü bu milletin alın ləkəsini sizin kimi anaların gözyaşı silir. Bu milletin alın ləkəsini sizin kimi İmran qardaş atalarının gözyaşı silir. Sizin qəhrəman kimi evdə yetiştirdiğiniz həmin evlad bu sevinci bizə, bu zaferi bizə bəxş etmiştir. Yine son ildə Instagramda bakırsınız. 2 ildə ermənilər başına
Cənab Prezident elə bir zərbə vurmuşdu ki, onlar bu 2 ildə əlavə edə bilmirlər. Yenə havadarlar oradan buradan onlara deyir ki, yox, siz ayrı yerlərdən hücum edin, ateşkəsi fuzun, yenə qələbə sizin olacaq. Ancaq bizim şəhidlərimizin onlara verdiyi o dərs heç vaxt onların qulağında getməz. Onları cəsarət edib bir daha bizim torpaqlarımıza parmaq belə uzada bilməz. Nə qədər biz varıq, nə qədər şəhidlərimiz bizim qürur mənbəyimizdir. Bundan sonra bizim balaca bu fidanlarımız imkan verməz ki, şəhid qanı axıdılan həmin torpaqların 1 santimetri belə düşmən işğalında qalsın. Baxıram mən, gözəl fidan balalarımız, öz bacılarımız hərbi forma geyib. Bu da ermənilərə bir mesaj olmalıdır ki, bəli, bizim məktəb yaşlı qızlarımız belə vətənin qurulmağa hazırdılar. Hələ uşaq yaşlarında hərbi forma geyib, vətən deyə özünü ustaya ata biləcəklər. Ancaq bizim, əziz bacılar, sizin qəhrəman qardaşlarınız vardır. Onlar imkan verməz ki, siz gedib müharibədə iştirak edəsiniz. Siz bu geyiminizlə onlara dəstək olursunuz. Onlara gönül verirsiniz ki, onların bacıları da onların arxasındadır. Onlar da hazırdır vətənin müdafiəsinə. Bəs bu formada biz bundan sonra da işimizi qurmalıyıq. Əlbəttə, Zəfər bayramından 2 il keçir. Biz hələ o Zəfər bayramını keçirtmək üçün yüzümüz hələ gülmür. İnşallah tam bu problemdə həll olunandan sonra başımızın tacı olan şəhid qardaşlarımız, şəhid analarını qabağa verməklə biz hətta Respublikamızın mərkəzdə kimi yürüyüş keçirib, onda yüzümüz güləcək ki, bu problemlər bir dəfəlik son qoyulmuşdur. Mən bir daha bütün şəhid ailələrə başsağlığı verirəm. Bütün şəhid ailələrin qarşısında baş əyirəm ki, o öz geniş ürəyi ilə, öz insanlığı ilə, öz mənəviyyatı ilə onlar bizə bu qüruru yaşatmağa şərait yaratdılar. Öz övladlarını vətən uğrunda qurban verdilər. Allah var eləsin, İbrahim qardaş başını dik dur. Bizim elimiz sizinlədir. Ramiz müəllim oya gez elədi. Dünya belədir ki, get-gəl dünyasıdır. Ancaq sizin bir təsəlliniz vardır ki, sizin övladınız avtoqazada yox, sizin övladınız digər yerlərdə yox. Vətən yolunda şəhid olur. Öz qanının vətəninə qurban verir. Buna görə bu sevindici olmalıdır, siz üçün qürur verici olmalıdır. Biz də sizin yanınızdayıq. Umarıq ki, siz əziyyət çəkəsiniz, siz arasına sarsılasınız. Bu millət bir barmaq kimi, bir yolluq kimi həmişə şəhid ailələrin yanında olmalıdır. Biz şəhid ailələrin problemlərinə isti yanaşmalıyıq. Şəhid ailələrə diqqət göstərməliyik. Ən azı şəhid ailələr bir məclisə görəndə biz ürəkdə bir sağlığı verməliyik ki, onlar bilsinlər ki, biz yarlarda varıq. Var olasınız, mən fürsətdən istifadə edib Müqəddəs Kənd Orta Məktəbinin rəhbərliyinə, məktəbin müəllimlərinə, şagirdlərinə çox sağ ol deyirəm. Bu məktəb həmişə belə tədbirlərlə birinci olub və bu gün də son həftədə ilə 2 belə tədbir keçirmişik. Şəhidlərin xatirəsini yad etmək, onlara əziz tutmaq bizim borcumuzdur. Var olasınız, bir daha şəhid ailələrə səbir deyirəm. Sağ olun. İndi də məktəblərimiz tərəfindən hazırlanmış əskər marşını dinləyir. Buyurun. Mətin adımları öyüntüsündən, Mətin adımları öyüntüsündən, lərzəyə düşübdür düşmən ordusu, lərzəyə düşübdür düşmən ordusu. Əskər qardaşların oca boyunda, əskər qardaşların oca boyunda, qorxuya düşübdür düşmən ordusu, qorxuya düşübdür düşmən ordusu. Geriyə yol yoxdur, ancaq irəliyə.
İkinci sınıf şagirdi Elmin Sülh marşı. Bir marşı. İnsanlar yaşamağa gəliblər bu dünyaya, balalar uşamağa gəliblər bu dünyaya. Yurdumuz bu dünyanın haqq söyləyən dilidir. Sülhün eməz qalası böyük udlar yurdudur. Sülh dünyanın səsidir. Sülh, sülh, sülh. Yaşamaq həvəsidir. Sülh, sülh, sülh. Var olsun yer kürəsi, ən xoşayət nəğməsi. Məzarlar qazıldı, saysız hesabsız. Dağ boyda igidlər bayraq uğrunda. Bu millət yolunda, torpaq uğrunda. Torpağa getdilər, torpaq uğrunda. Şəhidlik ən böyük zirvədir onsuz. Şəhidlik əbədi yaşam deməkdir. Xalqın hər şeyidir bu millət üçün. Ən əziz, ən böyük adam deməkdir. Dik saxla başını şəhid bacısı. Şəhidlər ölməyib, yaşayır yenə. Bir qardaş itirdin, 100 qardaş tapdın. Bütün qeyrətlilər qardaşdır sənə. İndi də sözü Quşlar müəllimə veririk. Mehman müəllimimizə söz verdiyinizə görə çox sağ olun. Sizə dərin təşəkkürümüzü bildiririk. Hər birini, bütün məktəb kollektivini, şəhid ailələrini təbrik salamlayıram. Əlbəttə ki, şəhidlər haqqında danışmaq bizim üçün qürurdur, fəxarətdir. Ələlxüsusda şəhid Kənan Hacıyev haqqında danışmaq çox böyük mənim üçün şərəfdir. Çünki Kənan öz yerini bilən igid oğlanlardan biridir. Böyüklərin yanında, kiçiklərin yanında, hər bir vətənpərvər oğullarının yanında, ana bacılarının yanında hörmətli oğullardan biridir. Allah onu rəhmət eləsin, qəbri nurla dolsun. Bütün məktəb kollektivinə, bu tədbiri təşkil edən heyətə dərin təşəkkürümüzü bildiririk. Şəhid ailələri adından, yaxınları adından Mehman müəllim sizə və sizin kollektivinizə öz dərin təşəkkürümüzü bildiririk. Şəhidlər ölmür. Şəhidlər daim bizim qəlbimizdə yaşayır, yaşayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ordumuza can sağlığı arzulayırıq, qazilərimizə can sağlığı arzulayırıq. Düzdür, çox danışmaq olar, sizin vaxtınızı çox almırıq. Allah rəhmət eləsin. Çox sağ olun. Biraz həyəcanlıyam, çox da danışa bilmirəm, zürlü sayasız yeri. Bir daha şəhid ailəsi adından, şəhid ata-anası adından, mənim yaxınları adından sizə təşəkkür edirik ki, bu cür tədbiri həyata keçirmişsiniz. Minnətdarım. Şəhidim, sən qönçə kimi açılıb gülməliydin. Sən ömrümüzün baharı idin. Nə tez soldun. Neydi sənin bu məsum həyatının günahı? Nədən ötürü bizləri tərk edib getməyə tələsdin? Qalx, qalx o buzlu, şaxtalı torpaqların altından. Qalx, aramıza gəl. Qəlbimizi sevindir, ürəyimizi ovundur. Evinizə yeni həyat bəxş eylə. Gecə gündüz leysan kimi göz yaşı tökərək ağlayan ananın qəlbini ələ al. Qoyma ağlasın. Gəl, gəl ki bir daha getməyəsən, bizləri tərk etməyəsən. Axı sənin daş məzarın ürəyimdədir. O məzar ki əbədiyyət nuru oradan daima işıq saçsın. Qəlbimizdəki niskili, qəmi, ağrı acını uzun uzadı sonsuzluqlara aparsın. Şəhidim, yolun düşsə bu dünyaya bir də gəl. Ananın naləsi ərşə ucaldı. Atanın arzusu qəlbində qaldı. Yaradan canını yaman tez aldı. Tək qoydun sən bizi, şəhid Kənanım. Qəbrinin üstündə bacın ağlayır. Qardaşın qəlbində yasın saxlayır. Yoxluğun ömürlü ürək dağlayır. Ağlatdın hər gözü, şəhid Kənanım. Döyüşdə səngərdə yatıb oyandın. Düşmənin önündə məğrur dayandın.
hərbidə ad qoyub zəfər qazandın. Aldın çox dağ, düzü, şəhid Kənanım. 35 gün səndən xəbər çıxmadı. O günlər nə yağış, nə qar yağmadı. Külək də əsmədi, gün də doğmadı. Qaraldı göyüzü şəhid Kənanım. Nəhayət zəfərlə evinə döndün. Hamı qəm içində sən isə güldün. Sən uca zirvəyə yüksələ bildin. Qoşqarın əzizi şəhid Kənanım. Allah rəhmət eləsin. Banu, şəhid Kənanım. Kənan adlı igid yatır o dağların zirvəsində. Bağrı onsuz qana batır oğul deyən kəlməsində. Ana çəkir neçə fəryad, gözlərindən yaş süzülür. Ata oğlum deyib elə, yerdə, göydə dağ üzülür. Bir vaxt sən də uşaq idin, o dağlarda izin qalıb. Hər addımda səsin, sözün, ev eşikdə tozun qalıb. Şəkillərlə bəzənsə də evindəki divarların. Qan ağlayır otağında, qan ağlayır məzardaşın. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycanın igid qartalı, Qəbələnin övladı, Urdu generalı. Polat Həşimov bu xalqın oğludur. O haqdan doğulub, haqqın oğludur. Biləsuvarın oğlu Seyid Mübariz, qeyrətinə qurban igid mübariz. Dillərdə dastana dönən igid var, Bərdənin övladı, şəhid Xudayar. Mahnısı dillərdə dastana döndü, özü də könüllərdə dastana döndü. Astara övladı şəhid Pəncəli, Cənub elinin fəxri igid Pəncəli. Bütün Azərbaycanın fəxridir, bu millətin, hər insanın fəxridir. Dövlətzadə Cəbrail var şəhidimiz, şücayəti ilə seçilən igidimiz. Polat Həşimovun qisasını alıbdı, igid adı tarixlərdə qalıbdı. Uldu şəhid Astaranın qəhrəman övladları, Pəncəlilər torpaq üçün verdi şirin canları. Şanlı Əli, şanlı Kənan, şanlı Əhəd yaddadır. Bir də yetirməz quca tarix belə aslanları. Bir də yetirməz quca tarix belə aslanları. Kim vətən eşqi ilə yanıbsa mərdanədir. Bil ki onun eşqi də ibrətdir çox insanlara. Allah şəhidlərimizə rəhmət eləsin. Başını əymə ana, qara yaylıq bağlama. Oğlun şəhid, oğuldur, qürurludur, ağlama. Oğlun ölməyib ana, oğlun cənnətə keçib. Dərd eləmə övladını, haqq yolunu özü seçib. Suna qədər döyüşdü, düşmənə oldu qənim. Sunda bir ana dedi, bir də yaşa vətənim. Gör necə qürurludur, halaldır ana südü. Vətən oğullarımız ölməz qurdürəkdir. Allah bütün şəhidlərimizə. İndi sözü Ərazi İcra Nümayəndəsinin müavini Xurşud müəllimə vermək istəyir. Əziz şəhid ailəsi, hörmətli müəllim kollektivi şagirlər, biz bugün şəhid Kənanımızın anım gününə toplaşmışıq. Düzdür, hər birimiz üçün bugün danışmaq həm bir qədər çətindir, həm də qürur vericidir. Çətindir ona görə ki, itkimizdir, şəhidlərimiz itkimizdir. Adi məsələdir ki, qələbə heç vaxt itkisiz olmur. Qələbə itkilər də olur, qələbədə itkilər də olur, şəhidlər olur. Şəhidlər bizim qürur yerimizdir və bizim üçün həqiqətən bugün danışmaq çətin də olsa, eyni zamanda qürur vericidir. Əziz qardaşım İmran, əziz bacım, Fərqanı bacım, bugün siz sevinməlisiniz, bugün siz qürur duymalısınız. Öz övladınızla, Kənan balamızla. Ona görə də Kənan 30 ilə yaxın əsarətdə olan, işğalda olan, vətən torpaqlarının düşmən tapdağından azad olunmasında, torpaqlarımızın düşməndən azad olunması uğrunda şəhid olmuşdur, qanundan keçmişdir, canından keçmişdir.
Mən deyirəm ki, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah şəhid validinlərimizə səbir versin. Kənanı biz necə xatırlayırıq? Yaddaşımızda necə qalır? Kənan çox qəhrəman, vətənpərvər, öz müsbət keyfiyyətləri ilə fərqlənən bir igid idi, bir qəhrəman idi, bir cavan oğlan idi. Və mən deyərdim ki, bu müsbət keyfiyyətləri o, məhz ailəsində, məhz İmranın ailəsində, Fərqananın ailəsində bu tərbiyəni almışdı. Və bu müsbət keyfiyyətlər onu həmişə öndə aparırdı, qabaqda aparırdı. Qabaqda deyəndə, yəni yoldaşını arxaya saxlayıb özü qabağa gedirdi. Və bu kimi keyfiyyətlər onu həmişə fərqləndirirdi, yüksək keyfiyyətləri fərqləndirirdi. Mən bir daha deyirəm, Allah cəmi şəhidlərimizi rəhmət eləsin, Allah sizə səbir versin, əziz qardaşım. Sağ olun. Bir millət, iki dövlət, eyni arzu, eyni niyyət, hər ikisi cumhuriyyət, Azərbaycan, Türkiyə. Bir ananın iki oğlu, bir ağacın iki qulu, bu dağlı, o dağlı, Azərbaycan, Türkiyə. Çiçəkli məzarım var, cənnət qoxur adın səni, vətən sevir, igid oğul, örnək olur şəhadətin, qürur duyur elin uban, qürur duyur anan atan, şəhid, sən tək övlad ilə, qürur duyur Azərbaycan. Allah rəhmət. 10-cu sinif şagirdi Emiliya. Vətən bu torpaq mənimdir deyib, üstündə vüqalla gəzdi şəhidlər, əyninə qanından bir köynək geyib, düşmənin yolunu kəsdi şəhidlər. Təki torpağımız düşməsin dara, baxmayıb suyuğa, burana, qara, cavab vermək üçün o azğınlara, hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə yerə sığmayan, araza sığmayan, kürə sığmayan, nağıla, dastana, şeirə sığmayan, ən ali müqəddəs sözdü şəhidlər. Gözləriniz yoxdur torpaq tökülə, telləriniz yoxdur sığal çəkilə, cəsədiniz yoxdur kəfən bükülə. Biz necə oxşayaq yaranı qardaş, torpaq götürməsin bu qanı qardaş. Əliniz ümiddən qopmayıb hələ, qanınız torpağa hopmayıb hələ, sevirəm kəlməsi tapmayıb hələ, qəfil güllə tapdı sevdanı qardaş, torpaq götürməsin bu qanı qardaş. Allah rəhmət. Sağ olun. İndi sözü Ramiz müəllimə vermək istəyirik yenə. Yekun sözü. Beləliklə, Azərbaycanımızın yeni tarixinə öz şərəfli ölümləri ilə şəhidlik zirvəsinə qalxan şəhidlərimiz hər bir yaşadığı kənd üçün, rayon üçün, bütövlükdə Azərbaycanımız üçün yeni bir tarix yazdılar öz şərəfli ölümləri ilə. Mən burada kəndin ziyanları iştirak edir, müəllimləri iştirak edir. Mənim bir təvəqqüm var, bir xahişim var. Bundan sonra şəhidlərimizin əziz xatirəsini əbədləşdirmək üçün ictimaiyyət olaraq hər birimiz bundan ötürü müəyyən əlaqədar təşkilatlar qarşısında müəyyən məsələlər qaldıraq. Gələn səlahiyyətli insanlardan, adamlardan xahişlərimizi, təvəqqülərimizi eləyək ki, bizim şəhidlərimizin əziz xatirəsini əbədləşdirmək üçün nə isə bir addım atsınlar. Və bugün qarşımızda həqiqətən bizim şəhidlərimizin Bəxtiyar Rüstəmovun adına məktəb, Sarvan Qurbanov adına Mutlaqat Orta Məktəbi və bugün bu yaxınlarda bir şad xəbər də eşitdik ki, elimizin igid oğlu Pəncəli Teymurovun xatirəsinə Palmalı Şirkətlər qrupunun böyük bir tankeri adı ona verildi. O hansı ki beynəlxalq sularda üzəcək. Bu bizim kəndimiz üçün də, bütövlükdə Azərbaycanımız üçün də böyük fəxarət hissidir. Mən istərdim ki, əhədlə şəhid Kənanımızın da xatirəsini
əbədləşdirmək üçün nə isə cəmiyyət olaraq biz də öz təşəbbüslərimizi əsirgəməyək və bundan sonra bu iş bizim diqqət mərkəzimizdə olsun. Bir daha hər birinizə buna təşrif buyuran hər bir kəsə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirdik. Ayın 10-da şəhid Kənan balamızın anım günüdür. Mən bayaq dedim, hamılıqla o ziyarətdə, qəbr ziyarətində iştirak edək. Çox sağ olun, diqqətiniz. Beləliklə, bugünkü tədbirimizi bağlı elan edirik. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin.
Şəhid Kənan Hacıyevin anım gününü qeyd edirik. Hal-hazırda biz şəhidimizin qəbrini ziyarət etdik. Deyirəm ki, Allah rəhmət eləsin. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Qəbirləri nurla olsun. Şəhid valideynlərinə, Kənan qardaşımıza, Fərqanın bacımıza Allah səbir versin. Onlar bugün qürur duymalıdırlar ki, belə bir övlad böyüdü, bu yavaşa çatdırırlar. Tərbiyə ediblər, vətənpərvərlik ruhunda. Bayaqda qeyd elədim, Kənan bizim yaddaşımızda öz müsbət keyfiyyətləri ilə, vətənpərvərliyi ilə yadda qalır və bu vətənpərvərlik hissi onu döyüşlərdə də, döyüş yolunda göstərdiyi qəhrəmanlıqlara da məhz bu vətənpərvərlik ruhu ilə əlaqədar olaraq çox qiymətli bir şücaətlər göstərmişdir. 44 günlük vətən müharibəsi tarixdə zəfər salınması kimi qalmışdır. Azərbaycan xalqı bir yumruq altında birləşərək Cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmənə elə bir zərbə yendirdi ki, bunu tamamilə torpaqlarımızdan qovdu və o bir daha elə bir qərara gəlməz ki, Azərbaycan torpaqlarını işğal etsin. Mən bir daha deyirəm ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir versin və qazi qardaşlarımıza Allah can sağlığı versin, şəfa versin. Allah şəhidlərimizi rəhmət eləsin. Diqqət! Şəhidlər ölməz, vətən bölünməz. Şəhidlər ölməz,